dostlar, Hambız kanalıma ve yeni YouTube videoma hoş geldiniz. Yayın artıq ikinci ayındayıq. Mən əvvəlki enerjimə, keçənki enerjimə geri qayıtmaq həvəsindəyim. Ona görə belə hər vlogumda belə enerjik açılışlar etmək istəyirəm. Bugün sizlərlə bərabər başlıqdan gördüyünüz üzrə 2 günlük vlog çəkirəm. Bilirəm, demişdim vlogları azaldacağım ama narahat olmayın. Çox yaxında, amma çox yaxında sizə çox qəşəng videolar gələcək. Bu ayki böyük ehtimal ki son vlogum olacaq. Çünki gələn ayın avqustun 1-dən tətilə gedirik və sizə dolu tətil vloglar çəkəcəm. Ona görə də gözləmədə qalmağı unutmayın. Hadi o zaman videoya keçək. Evdə belə tək oluram. Tək olmuram, bacımla oluram əslində. Amma ürəyim bir hobbi eləmək istəyir. Mənim də ən sevdiyim şey şirniyyat bişirməkdir və yaxud nəsə eləməkdir, yemək eləmək. Ona görə də bugün şirniyyat elədim, amma bacım da elədi, mən də elədim. Çünki onu da biraz öz hobbilərimə tərəfə çəkmək istəyirəm. Görsədim sizə də. Belə brownie etdim, üstündə fındıq əzməsi var. Bacım isə biskvitləri əzdi, sonra isə 3-4 yemək qaşığı süd əlavə etdi. Bir də ki, bir yemək qaşığı şokolad yağı əlavə etdi və belə topçuqlar hazırladı. Üstündə bəzədi belə, çox qəşəngdir. Yəni belə, əslində hava qəşəng idi bir neçə gündür. Yay gəldiyini anlamışdıq, amma yenə elə bil biraz hava pisləşib. Belə görsədim külək var. Bir şey olmaz, indi mən çay içəcəm, axşam duşum. Dostlar, mən bir də sizə bir şey demək istəyirəm. Əvvəl çəkdiyim squishy videoları var idi ya. Çünki kanalımda çox var squishy, blind box düzəltmə videoları var idi. Onları, o videolara geri qayıdaqmı? Yəni, məsələn, arada ayda 2-3 dəfə squishy videoları falan edəyimi. Düzdür, artıq o squishy-ni etməyə, içinə pambıq doldurmağa şeyim yoxdur, həm də yer yoxdur. Bir kutu squishy var, 30 dənə falan. Amma istəyirsinizsə edə bilərəm. Sizdən də şərhlərdə fikirlərinizi yazmağınızı istəyirəm. Onu belə bir dənə limonlu atma çay qoydum. Rəngi belədir. Bugün bəlkə həyata çıxdım, amma tam əmin deyiləm. Bu arada mənə hər gün bundan görəcəksiniz. Çünki hər gün bunu taxıram və çox sevirəm bu açıqını. Bir də kamera tərs çevirir deyə. Bir də ki, yorumlarda gördüm bunu. Zeynəbdə də var imiş. Yəqin tanıyırsınız YouTuber Zeynəb. Onda da bu var imiş. Şok oldum. Çünki mən ona çox baxmıram. Düzdür, adını eşitmişdim, amma baxmıram. Amma onda da var imiş. Amma mən ondan görüb almadım. Bir də Temu'dan almışam mən bu açıqını. Təxminən 3-4 manata. Deməli, mən əvvəlki vloglarımı izləyib gəldim ki, o tarzda bir şey çəkim. Amma bir baxdım. Yəni, özüm tezdən deyirəm videonu. Niyə? Boş-boş danışıram. Bilirsiniz, o qədər boş-boş danışıram ki, məktəb vaxtdakı amma məşğələyə getdiyimi falan çəkdiyim videolar mənə maraqlı gəldi. Çünki həqiqətən nə bilim, mənə çölə çıxıb çöldə video çəkmək falan çox maraqlı gəlir. Amma mənim bir çox günüm evdə olur. Yay tətilinin 3 ay gəzəcək deyiləm ki, yəni. Evdə oluram deyə evdə çəkirəm. O ara məşğələyə gedirdim, yolu çəkirdim, məşğələ dərslərimi çəkirdim, aktivite eləyirdim, masamı yığışdırırdım. İndi mənə də danqələdi ki, sənin masan nə gündədir və sən sonra tətilə gedəcəksən 3 gün falan sonra. Bəlkə sizə yayınlayanda daha tez olacaq. Utanaraq görsədirəm, bu mənim masamın indiki halıdır. Və mən yay tətilindən bəri, yox, yay tətil deməyim də, 2 həftəyə yaxın stolum belə qalıb və mən yığışdırmamışam. Bilirsiniz ki, büyümgilə getdim, nənəmgilə getdim, sonra çox vaxt evdə olmadım deyə burada belə qalıb. İndi buranı yığışdırırıq. Atama rəngləmə şəkli atmışdım ki, onu eləyərəm. Sonra İngilis dili məşğələmdən test gəlmişdi, o testi çıxartdıracaqdı, amma atam hələ evdə gəlməyib, ona görə onları böyük ehtimal sabah eləyərəm. İndi buranı yığışdıracağıq, amma bu sizə böyük ehtimal ki, mahnı qoyacağım. Çünki biraz uzun olacaq yığışdırılması. Hadi o zaman başlayaq. Çantam məsələn burada nə işi var da, yəni çantam burada nə işi var? Öbüşə danışa eləyəcəm. Bu çanta şkafa qoyacağım. Başlayıram masamı yığışdırmağa. Burada qələmlərim var. Sıxıcı olmasın deyə bu hissələri tezləşdirdim. Çünki video normalda 45 dəqiqə idi.
otağımdan lələk çıxdı. Bu bilirsiniz, bunun bir hekayəsi var. Amina deməli bunu tapıb evə gətirib və deyir ki, bu nadirdir. Heç yerdə tapılmır. Evet, bu nadirdir. Baxın bu. Neyse, devam. Mən nəsə tadım testi videoları əvvəldə keçənli çəkirdim. Mən davam etdirəm, amma hər nə dəfə baxın viral olan dondurmanı çəkdim, videom bloklandı. Sonra bir dənə keks var idi, ondan da baxdım, videom bloklandı. Nəsə tadım testi edəndə YouTube mənim videolarımı bloklayır. Və Türkiyədə məşhur olan burcu yarpaq sarması var idi. Mən onu Peynirci Babadan tapdım. Lakin mən bu tadım testi edəndə yenə shorts videom bloklandı və məcbur sildim yəni. Ona görə bu tipli videoları çəkə bilmirəm. Çəksəm də uzun videomda çəkirəm. Yəni bu arada burcun da yarpaq sarmasını bəyənməmişəm. Niyə onu da deyim. Pisləmirəm bu arada. Sadəcə biz ətlə edirik yarpaqda olmasını, amma onlar sadəcə düyünlə eləyirlər və mənə çox turş və duzlu gəldi, amma anam bəyəndi. Çünki anam turş sevir. Mən də sevirəm. Əslində nəsə qəribə gəldi yəni. Deməli damaq dadıma uyğun deyilmiş. Görünür deyəsən. Baxın, bu ləkələr var. Bu ləkələri mən çoxunu apara bilmirəm. Özəlliklə yazı ləkələrini. Və mənim yazım asandı deyə çoxu yazı ilə doldu. Ona görə baxın, neçə ildir bu masanı işlədirəm? 6 ildir. Və bu yazıların çoxunu silə bilmirəm. Amma indi bunlar məsələn məncə gedər. Hə, gedir. Bunları siləcəm. Silədim və belə görsəniz, baxın buradakı ləkələr var ya. Buradakı ləkələr. Baxın, onlar getmir. Bunların hamısı çirnəyizli qalanlarını silmişəm. Bu arada mənə soruşanlar olursan 17, iPhone 17 mi işlədirsən? Xeyr, iki tərəfli qeyd alma. Samsung S24-də də var. Mən S24 işlədirəm. Görsənir, baxın bu hissə, çox qarışıqdır. Bu hissə vəbşi qarışıqdır. Bilənlər bilər, mən əvvəldən izləyənlər. Bura kolleksiyon yerim idi. Sonra belə kolleksiyon videoları çəkməməyə başladım. Belə oldu. Bura belə də bunları atmağa qıyamıram üzləri. Ona görə belə saxlamışam. Amma bura bərbad. O hissələri məktəb alış-veriş eləyəndən sonra düzəldəcəm. Dostlar, mən məktəb alış-verişini avqustun sonlarına yaxın eləyəcəm. Böyük ehtimal ki. Çünki o video məndən o qədər çox soruşulur ki, mən də dedim ki, açıqlama verim. Bu arada, bir də açıqlama verim. Biz bilirsiniz ki, bundan bir əvvəlki videom Aquapark videom olmuşdu və Aquaparka getmişdim Spring Hoteldə. Soruşanlar çox oldu, qiymətlər münasibdirmi, neçəyədirmi? Dostlar, kampaniya başlatmışlar. Bu arada heç bir işbirliyi yoxdur, indidən deyirəm. Biz özümüz elə belə getmək istədik. Onsuz da 2024-cü ildə də getmişdik və bəyənmişdik. Və 10 yaşa qədər pulsuz, 10 yaşdan yuxarı isə 30 manatdır. Yaşınızdan bağlı deyil, yəni 10 yaşdan yuxarı hamı 30 manatdır. Və içəriyə yeməyi nə bilmək qoymurlar. İçəridə özlərinin yemək yerləri var. Bir də ki, Novxanda yerləşir. Onun yaxınlığında da Aquapark ya da Afo Hotel də var, amma biz ora getməmişik. İnşallah bir dəfə də ora gedərik. Kravatımı da yığdım, indi isə nə edirik? Ən yaxın dostlarımdan biri ilə biz belə bir-birlərimizə belə rəsm çəkib hədiyyə eləyirdik. Və mənim də burada özümün çəkdikləri var. Məsələn, baxın, bunu dostum çəkib. Bunu da çəkib. Baxın, bunları mən çəkmişəm. Sonra bunu çəkib, bunu da çəkib. Belə yəni burada rəngləmədiklərim var və etmədiklərim var. Bunu da çəkib. Baxın, bunu mən çəkmişəm. Bunu qaralamalıyam. Rəngləməliyəm. Ona verməliyəm. Düzü biraz pis olub yəni. Heç bənzəməyib çiyələk qıza. Bunu da çəkib. Bunu da etməliyəm. Bu Spider-Man-dır. Mən çox sevmirəm, amma yenə də çəkib deyə rəngli. İndi tripoda sizi yerləşdirdim. Tam bu açıda. İndi mənim qara qələmim var. Təmdən sifariş etdim. Birinin ucu qırıldı.
Həqiqətən bildiyimiz ucu qırıldı. Burada olsa görsələrəm. Baxın belə şirinəl. Bəli, buradadır. Bir dəqiqə. 2 dənəli belə sifariş eləmişdim. Baxın. Birinin ucu yoxdur. Heç nə olmaz. Devam. Bu hissəni səsləndirmək istədim. Mən qara qələmlə karandaşın üzərindən getməyi çox sevirəm. Çünki düşünürəm ki, belə daha səliqəli olur. Mən təxminən 1 ay yarımdır belə qara qələmdən üstündən getmirdim. Ona görə biraz pis olmuş ola bilər. Həm də ki, belə tam rəsm mövzusuna hakim deyiləm. Çünki hər hansı bir yerdən dərs almamışam. Amma özümün çəkdiyi rəsmlərlə özümü daha yüksək qabiliyyətə malik etməyə çalışıram və belə gördüyünüz üzrə qaralayıram. Bu hissəni də səsləndirmək istədim ki, biraz da maraqlı olsun. Dostlarım, şəklim belə oldu. Bilirəm, pis çəkmişəm. Yəni, üzü özəlliklər çox pisdir. İndi karandaş izlərini pozacağım. Rəngləri yəni yay tətilindən əvvəl elədim üçün belə rənglərini yazmışam ki, unutmayım. Əvvəlcədən yazmışam rəngləri. Belə oldu. Məncə pis deyil çünki yəni rəsmə getməmişəm. Sadəcə məktəbdə belə öyrəndiyim təsvir incəsənətlə də yəni. Məncə çox pis deyil, amma çox yaxşı da deyil də. Məsələn 10 üzərindən 6 verərəm. İndi rəngləri çıxaracağım. Bəzilərini buradan edəcəm, amma burada qapağı açıq qalanlar var. Çox üzüldüm. Çünki yəni çox qəşəngdir. Bunlar akvareldir. Yəni bunları çox sevirəm. Bir də bu 48-li çift tərəfli markeri götürürəm. Belə bunları rəngləyəcəm. Bunu belə qoyayım çünki başqa masaya yerləşmir. Yerləşmir. Danışmaqaydım. Belə qoyacağım. Qabaq fotoğrafının bir hissəsini çəkdim çünki rəngli çox qəşəng düşür məncə. Mən çox az hissəni düşür bilirəm, amma onsuz da bu hissələrin çoxunu tezləşdirəcəm ki, sıxıcı olmasın. Şimdi çıxardacağım, bezəcəksiniz çünki bütün vlogda. Mahnı oxuya bitirdiyim əsmər çilek kızımız hazırdır. Düzdür, heç bir yerində çilek detayı yoxdur buradan başqa. Amma deyəsəm bu çilek kızıydı. Bizdə də yəqin çilek qız deyirlər. Belə oldu. Əslində rəng buydu. Baxın, ət rəngi etdiyim bu rəng idi. Baxın, tam bu rəng. Amma bu rəng çıxdı. Bu mənim problemim deyil. Sorun deyil. Belə oldu ən son olaraq. Məncə çox qəşəng oldu. Mən bəyəndim. Siz də onun üzərindən bal verməyi və şərhləri yazmağı unutmayın fikrinizi. Amma bura dağıldı. İndi artıq məncə bugünkü rəsmimizi yekunlaşdıraq. Əslində qara rəng, yəni baxın bu çərçivəsini eləməli. Buralar karandaşla edilmişdi. Mən karandaşı pozdum, qələmlə üstündən getdim. Qələmləyəcəyim bir çox rəsm var əlimdə olan. Amma sonraya saxlamaq istəyirəm. Sabah da bəlkə eləyərik. Həm də axşam olur. Ona görə də burada artıq burası stolumu yığışdırıram. Yığışdıra da mini bir ASMR etmək istəyərəm.
Salımızı yığışdırdıq. Bu qədər. Dostlar, şam sonuna qədər dərs çalışan videom var idi. Onu da çox bəyənmişdiniz əslində. Amma bugün onun short halını çəkirik. Amma yəni normal ki, həqiqətlərinə görə yox. Belə bir versiya var, populyar olmuşdu və mən populyar olan şeyləri vaxtından çox gec eləyirəm. Nədənsə elə alışmışam. Deməli, mum nə idi? Şamı qoyuruq, yandırırıq və qabağımıza kitab açırıq ki, üstə yazırıq ki, şam sönənə qədər dərs çalışıram və hapşırırmış kimi edirik. Hapşırırıq daha doğrusu və şam sönür və dərs bitdi. Yəni belə bir tutorial çəkəcəyik. Nədənsə o ağlıma gəldi. Deməli, kitabımız budur. Bunu belə açıram. Şam gətirək. Elə bir bunun kimi olacaq. Böyük ihtimal görmüşsünüz bunu. Tək bu şam var əlimdə. Anam aldım. Anam heç yandırmayıb. İçməyə yandıracağım. Onu tez söndürəcəm yəni. Aha. Baxın bu kimi. Bunun kimi bir şey. İndi mən yenə çəkib gəlirəm. Ne kadar tüslü bırakır. Bakın bu tüslüne deyirlər ki, tüslünü belə-belə eləyəndə bu yanır. Bir daha onu da eləyək, çünki çox tüslü çıxdı. Eləyək. Yox, yanmır. Neyse, mən gəlib çəkim gəldim. Videonu çəkdim və sizə ilk çəkdiyimdə çox qəşəng öskürmüşdüm. Amma short çəkəndə alındıranmadım. Öskürəm, şam sönmür, öskürəm, şam sönmür. Amma mən belə bloknotum var, Minnesotadan aldığım. Və baxın, bunu belə eləmişəm. Özümü elə bir Pinterestdən tapdığım bloknot decorate, yəni bloknot bəzəmələrinə baxıb edirəm. Və özüm haqqında və özümə güc vermə haqqında, məsələn, dərslərim haqqında belə bir şey edirəm. Çox da ingiliscədir belə. Gördüğünüz kimi abortum mesela. Bir ona göre böyle şeylerde posterler de çıkarmıştım. Ve böyle bir şey ettim. Biraz əvvəllərə dönmək istedim böyle kağızla. Ama mənimki qəzet kimi rəng tapa bilmədim. Yani böyle qəhvəyi tonlardakı böyle əvvəllərə dönsün. Öz şəklini də buraya yapışdırdım. Və belə. Max belə alındıra bildim. Qalanı belə boş buraxmışam. İndi bura sözlər yazmalıyım. Onun üçün özellikle Pinterestdən sözləri tapmalıyam. Pinterestdən tapa bilmədim. Ona görə Gemini çox sağ olsun. Gemini deyil, Google sağ olsun. Belə bir şey yazdırdı. Amma indi bu qıraqlarını falan dekorize edəcəm. Stickerla yapışdıracağım. O arada atam gəldi. Belə mən bunu istəmişdim. Atam bunu çıxardırıb, amma 2-2 çıxardı. Bilir ki, bacımdan biz bəzən deyirik, bu şəkil məndə olmadı. Bacım bunu seçmişdi. Bir də bacım bunu seçmişdi, amma bunu rəngləyərəm, amma bunu rəngləmərəm məsələn. Mən yəni çox belə detaylı şeylər çox xoşlayıram. Bunları falan rəngləmək çox şirin olacaq. Bir də burada irregular verbslər var. Şeydir. 100 dənə testdir. Bir 20'sini bugün işləyərəm. Bəlkə 20'sini bugün, sabah 30'u belə gedəcəm. Belə gördüyünüz üzrə çıxartdırıb bunları da belə işləyəcəm. 100 dənə test ümumilikdə. Testlər mənə aşırı dərəcədə asan gəlir. Bəlkə bu mövzuları yaxşı bildiyim üçün, amma çox asan gəlir bunlar. Çıxdıqlarımın içində, məsələn bunların içində əvvəl çıxartdıqlarımın içində bununla qarşılaşdım və etmədiyimi düşündüm. Keçən il çox ağlımda deyil nə olduğu. Amma 6-cı sinif ümumi götürəcəm. Yəni həm keçən il, həm bu il. Keçən il amma hamısı yox. Bu il içində olanları seç. Mən biraz oxudum. Bu var. Asla yapmam dediğim bir şey yaptım. Düşünmürəm. Kilo aldın deyəndə kilo vermirəm. Yəni böyük olmadığım üçün. Onun görə bu da yəni normalda yemək yeyirəmsə kilo alıram. Kalbim kırıldı deyəndə çox yox, amma bəlkə üzüntüdən olmuş ola bilər. Saçımı boyatmadım. Yeni bir hobi edindim. Evet. Bayağı mən hobi edinirəm. Məsələn, bloknot bəzəməyə falan da keçən il, yəni 6-cı sinifə başlayanda eləmişdim. Bir konserə getmişəm.
Sonra aha bu hər il olur onsuz da. Aha bu da olur. Bu da olur onsuz da. Bitti. Siz de bunu çıxartdırmağı unutmayın. Sonuncu halı. Videolarımda aktivite eləməyi çox sevirəm. Çünki onsuz da normal həyatda elədiyimiz sizə çəksəm sizə çox sıxıcı olar. Ona görə videolarım üçün çalışmağı və videoların hər videomda eyni şey olmamağa çox diqqət eləyirəm. Məsələn, aktivitelər edinməyə çalışıram. Məsələn, nə bilim, masamı yığışdırmaq və hər vlogda məsələn durdum, yatdım, otağımı yığışdırdım, yemək yedim, belə kimi yox. Ən çox aktivitelər etməyi çox sevirəm ki, sizə də sıxıcı olmasın. Ona görə bugünü bağlamağı düşünürəm. Dəqiqəyə bu hissəni bitirdim, 18 dənəni. Amma arasında 1-2-3 dənə səhvim olmuş ola bilər. Bəlkə deyirəm bu arada. İndi keçəcəm bu səhifəyə. Bəlkə də bugün elə 30'unu elədim. Tur atdıq, gəldik indi. Biraz turladıq axşam. İndi Hurigilin də bizləndi. Necə idi maşın? Yaxşı. Maşın. Töküldü. Heç nə olmaz. Gəl, heç nə olmaz iç. İndi Füyüsü aldıq mənim ən sevdiyim növü. Amma marketlərdə o qədər az tapılır ki, indi görsədirəm. İşıq az deyim. Qonaq otağında. Qonaq otağı işıq azdır. Baxın belə. Belə yəni. Artıq bugünü sonlandıraq mı? Səhər. Ertəsi gündən. Heç nə, mən danışamıram. Neyse, sabah görüşərik. Ertəsi gündən hər kəsə salam dostlar. Deməli, mən durdum. Səhər yeməyimi yedim və əlimə tikan batdı. Tikan batdı deyəndə diş çöp batdı. Neyse bu hissəni keçirəm. İndi ona görə əlim çox vaxt yuxarıda olacaq. Bunu demək istəyirəm. Dünən saat 12-də bunu çox asan olduğu üçün və boş olduğum üçün, yəni hələ yatmadığım üçün bunu belə işlədim və həqiqətən bitirdim və süni intellektsiz falan da yəni özüm yazmışam. Belə səhvlərim ola bilər amma bitirdim 100-ə qədər. Bu 100 burdadır. Ona görə bugün bu testi işləməyəcəyik. Bu rəngləməni edərik böyük ehtimal ki. Bəlcə salam elə. Dünən mən yığmışdım kravatı, indi o yığır. İkimizin də bərabər otağı olduğu üçün sıralaşırıq. Dostlar, deməli tətilimizə son 2 gün qalıb. Amma sizə bu videonu paylaşanda 1 gün qalır. Yəni səhərsi gün bir tətilə gedəcək. Amma baxın, orada internet zəif ola bilər. Ona görə videolar gec gələ bilər. İndidən deyim, çünki Balakəndə bilmirəm, olar mı internetdə? Neyse, coffee time. Şokoladlı çörək və kofe. Dostlarım, dünən burada bir dənə şəkil çəkdirdim. Amma bacımdan eləməmişəm indi. Belə bir oda var. Bunu edirik. Məncə bizim otağa çox bənzəyir. Siz biraz balacadır məncə. Yox, ayrı-ayrı oda deyil bu. Bax, bir oda bacımda, bir otaq bacımda, bir otaq məndə. Amma eyni otaqdır. Biz ikimiz eyni otaqdayıq. Ona görə elə dedik ki, ayrı-ayrıdır bu. İndi işıq yandırmıram. Çünki israf olacaq. Çünki həqiqətən gün var, bir şey var. Yəni, niyə yandırım işığı? Dən pərdələri açacağım. İndi bunları rəngli eləyəcəm. Əminə göz yumulu seçdi bunlardan. O belə istəyir eləmək. Mən isə istədiyim rəngləri istifadə edəcəm. Belə rəngləyirik. Ən son halında görsədir. Hələlik son belə olub. Bunlar qəş olmadı bilirəm. Çünki qəş olmayıb. Bunu Amin etdi. Amişin son halı. Baxın Aminə bir əlbi çək. Aminə bayağı bir şey eləyib. Çünki anamdan danışırdım, ona görə çox edə bilmədim. Devam ki. Deməli dostlarım, biraz arkadaşlarımla, dostlarımla görüntülü danışdım. Ona görə indi isə gəldim bakım yerimə. Biraz əşya yığacağam. Tətil üçün belə kombinlərə görə, hətta kombinlərimi çəkib, yəni düzəltmişəm belə kombinlər, belə teplə falan uyğunlaşdırmışam, onları falan yığışdıracağam. Dostlar, o qədər tarixi bilmirəm ki, yəni
tarixdə, yəni gün olaraq. Biz sizə video yükləyəndən 2 gün sonra mən gedəcəymişəm. Çünki iyul ayı ayın 31-də bitirmiş. Yəni yay tətili olanda mənim tarixlər yadımdan çıxır. Məsələn, mən indi bilmirəm neçənci gündəyəm, həftənin yəni hansı günündəyəm. Şu an istidir, biraz telefona baxıram. Edə biləcəyim açıqcası çox şey var, amma etmirəm. Baxın, əlim də bu durumdadır. İçində əldə kibrit var. İnşallah çox dərinə getməmişdir. İndi sizi güclüyə yapışdırdım, amma düşə bilərsiniz. Sıxılıram, heç belə. Amma paltarlarımı yığdım, yəni kombinlərim hazırdır. Ona aid aksesuarlar da hazırdır. Yəni çox şeyim hazırdır. Amma bu səfər keçən dəfə Qurban Bayramında tətilə gedəndə sizə tətil çantamı göstərmişdim. Amma bu səfər sürpriz olmasını istəyirəm. Ona görə də kombinlərimi nə götürəcəyimi falan göstərməyəcəm. Əlimdən çıxartdıq. Və çox pis ağrıdır. Çünki dərinin çox altındadır. Yəni altındadır da. Çox pis hiss elədim. İynə ilə üstü, dərinin üst hissəsini belə necə deyim, oyduq. Atam oydu. Həmişə anam çıxardırdım. Bu səfər atam çıxartdı və çıxartdıq. Çox pis ağrıdır. Heç kimə, Allah heç kimə yaşatmasın bu acını. Yəni çox pisdir. Bu bir dəfə də deyil, neçə dəfədir. Neçə dəfə olub bu. Və yəni neçə dəfə olub bilirəm, amma ağlamamaq mənim əlimdə deyil. Çox pis ağrıdır. Nəysə, motivasiyonu eləmirik. Ən azından ona qurtulmuş oldum. Baxın, belə görürsünüz də qabığı. Baxın, burada qabığı var. Və mən baxa bilmirəm. Belə üzümü söndərmişdim. Qan ucu yerindədir, o qədər dərindədir. Üstdə dəri olur, sonra qan. Yəni, biraz qan alt hissədə olur. O hissəyə çatmışıq və belə qızarıb. Minik bir oyuq kimi görsənə bilər, amma bunu belə normal səthdir. Bunu belə iynəni altdan batırıb yavaş çıxartmaq lazımdır və çox can yandırır. Nəysə, çox danışdım. Bu arada inşallah mən bu videomu paylaşanda 25.000 abunə olmuşuqdur. Çünki əgər 25.000 abunə olmuşuqsa, bu videomu paylaşanda çox şey geçiş gələcək. Vazelin vuracam. Bir də dibində belə saç spreyi qalıb saçımın ucuna vuracam. Bir də mənim sol əlim yaralar. Mən də sol ayağımda. Deyirsiniz çox abartırsan, amma ağrıdır da. Baxın, nə etsəm bu ikinci barmağım mənə lazımdır. Qapaq açanda və yaxud nəsə yazanda. Ona görə də qorxuram basmağa. Belə biraz bassam qan axacaq. Hava da bu arada qəşəngdir, yəni gün açıb. Saat 6 olmalıdır bildiyim qədərlə, ya da 6-nın yarısı. Dostlarım, artıq axşam oldu. Bugündən sizə çox çəkə bilmədim. İndi çay və keksimi yeyirəm əvvəlki kimi. Dostlarım, saat 9-un yarısı, saat 9-un yarısından hər kəs salamlar. Deməli, atam mənə dünən işlədiyimiz kimi belə bir test çıxartıb, amma bu zamana aid idi. O söz bazasına aiddir demişdim bunun əvvəlcədən də. Keçən gün axşam, yəni dünən axşam bayağı aktivite elədik. Məncə ona görə video bayağı uzanıb. Ona görə bunu eləyib böyük ehtimal ki, o testi eləyib videonu bağlayacağım. Çünki editləməliyəm videonu. Baxın, belə bir testim var, amma o qədər balaca şriflə yazılıb ki, baxın. Məsələn, bunlar sözdür. Söz bazamız nə qədərdir. Bir çətin sözlər var. Birinci bu vərəqi belə qoyun. Çay. Biraz pis içdim, amma olsun. Tutur mu baxa? Tutur, okey. Başlayıram eləməyə. Dediyim hər şey doğru olmaya bilər. Çünki bu mənim beynimdə qalandı və sözlər həqiqətən çətindir, bu çətin səviyyədir. Belə göz yazırdım, çox bildiyim söz yoxdur. Neyse, deyir ki, match the words to their definition. Yəni, burada bir dənə söz verilib. Məsələn, deyirik ev, yaşamaq yeri. Məsələn də belə birləşdirmək kimi. Sözün mənaları verilib. İndi birinci karton. Amma bildiyimiz karton yoxdur. İndi
funny diyeceksiniz bu İngilizce bilmirəm. Funny show to make people laugh. Bu değil. 2 komedi. Komedi budur. Hadi size böyle görsel bilmeyeceğim bir dakika. Komedi birinci gedəcək. Deyir ki, insanlara məsələn şeydə funny show, gülməli show göstərmək 2A'ya gelir. 2'de A olanlar sadece bu ikisidir. Sonra factual program about real events, animated program, documentary bir ihtimal ki şey olacak, documentary, factual program about real events. Bilmirəm, mən çox arada qaldım, bir dəqiqə. Səhv deyə bilərəm, indidən yenə deyirəm. Məncə ilk dediyim doğruydu. 2'yə 1'ə C gedəcək, 2'yə A, 3'ə B. Mən bunu deyəcəm. Ama emin değilim. Bakın dedim səhv ola bilər. Bu arada testləri hardan işləyirsən deyənlər çox olur. Dostlar, mən özüm tapmıram. Çoxunluqla müəllimələrim atır. Mən də işləyirəm. Çıxartdırıb işləyirəm. Çünki belə elektrondan işləməyə xoşlamıram. İndi gəlin 2 yoxdur, 3 var. Ha, 2 de bu tarafta da. Ben böyle normalde işlemirik testi buradan bu tarafa. Bu beləymiş. Açığı taxmayanda gözümdə elə bir nəsə əksisi idi. Belə gözümdə elə bir nəsə əksisi olur. Elə hiss edirəm, artıq alışmışam. İndi bura baxaq. Soap opera, məsələn mən bunu tam bilmirəm. Online show released on Netflix. Sport show. Budur. Bu 2C'de onu bilirik. Çünki sports events deyir, sports show deyir. 2'ye C gedənlər belə çıxdaş üsul istifadə edirəm elə bu. Bildik. Yəni belə mən yazacağım. Sizdən sağollaşıram. Böyle ehtimal ki bir digər videomda sizə spoiler verim. Şey olacaq. Böyle ehtimal ki çatdıra bilsəm. ChatGPT bir gün idarə edir. Videom olacaq bir sonraki videom. Ondan sonra ise tətil vloglar başlayacaq. Çünki bir günüm var əlimdə sizə video çatdırmaq üçün. Artıq videomuzun sonuna gəldik. Kanalıma hələ də abunə değilsəniz kanalıma abunə olub, video like atmağı, şərh yazmağı unutmayın. Bye bye.